Paytaxt Bakı hazırda dünya səviyyəli tədbirə BMT-nin məskunlaşma proqramı ilə birgə təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edir. Yenavaz.com xəbər verir ki, dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçılarının, nazirlərin, merlərin və şəhərsalma ekspertlərinin qatıldığı bu nəhəng tədbirə ev sahibliyi edən Bakı şəhərində icra hakimiyyətinin baş verənlərdən xəbərsiz olduğu görünür. Belə ki, Bakı şəhər icra hakimiyyətinin rəsmi veb-saytına nəzər saldıqda qəribə və təəccüblü bir mənzərə ilə qarşılaşırıq. Maraqlıdır ki, Bakının qlobal şəhərsalma və dayanıqlı inkişaf mövzusunda dünya gündəminin mərkəzinə çevrildiyi bir vaxtda qurumun rəsmi portalındakı sonuncu xəbər 5 may tarixinə aiddir. Saytın xəbərlər bölməsində sonuncu məlumat paytaxtın abad məhəllələrində basketbol yarışlarının başa çatması ilə bağlıdır. Digər xəbər isə Mərkəzi Nəbatət bağındakı gənc rəssamların sərgisindən və keçirilən konsertlərdən bəhs edir. Məlumat üçün onu da bildirək ki, Bakı şəhər icra hakimiyyətinin sosial şəbəkə hesabları belə mövcud deyil. Qurumun rəsmi saytında yer alan məlumatlardan belə görünür ki, yalnız Instagram sosial şəbəkəsində icra hakimiyyətinə aid olan bir səhifə var. Bakı şəhəri adlı bu səhifənin cəmi 402 izləyicisi var və bu günə kimi bu səhifədə cəmi 4 paylaşım edilib. Səhifədə sonuncu paylaşım isə 12 iyul 2023-cü ilə aiddir. Məsələ ilə bağlı Bakı şəhər icra hakimiyyətinin mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab verilmədi.